Ya Allah, salam aleykum mənim dəyərli izləyicilərim. Bu gün nə ilə qarşınızdayım? Daxili kreditlə. Daxili kredit. Yox, səhv eşitmədim. Daxili kreditdir. 35 min ilkin ödəniş, ayda 1000 manat. Sizə bir dənə ev çıxartmışam. Çiçək, həyətinə bax, adamın ürəyi gedir. 3 sot yarımda, fərdi yaşayış, cep-bot. Gəl bura qardaşım. Dəyərli izləyicilər, videoya sonra kimi baxın. Bu videonu qaçırdan Allah hamd olsa elə bir ki, daha ev axtarmasın da ya, ev axtarmasın. Real stat qiyməti evin 90 mindir, o pişi. Belə ilkin ödəniş 35 ayda 1000 manat. Özdə pul əşyalı. Ya buraya. Bana dəyərli izləyicilər, həyətində mərkəzi kanalizasiya sistemi, batistel kimi bir dənə həyəti bağından ayrı çəkir. Yəni, görürsünüz, Allah bərəkət versin. Bir dənə ləzzətli tut ağacı, keç arxıya. Dəyərli izləyicilər, evi soruşsuz haradadır? Nazım marketin düz yaxınlığı 300 metr. Real alınızı gəlsin. Burada dəyərli izləyicilər, buranı bir də açım göstərim. Bura bir dənə həyət üçün qladovkadır. Gəl bura. Dəyərli izləyicilər, burada da gələndə baxacaqsınız. Belə də göstərəm. Burada da həyət üçün sanitar qovşağı var. Dəyərli izləyicilər, nə istəyirsiniz? Bağa bax, bağa. Bağa bax. Güllü çiçəkdir. Var belə meyvə ağaclarına kimi. Yəni, belə bir şey Saray qəsəbəsində. Harada? Yalnız Saray əmlaklar. Gəl bura. Dəyərli izləyicilər, evimizin özün bir dənə çəkirsən evin. Çək evin özün bir dənə. Dəyərli izləyicilər, kondisionerdə kimi hər şey. Nə var? O TikTok. Evin arxasında dəyərli izləyicilər, bax burada bu kimlər? Bura 1 metrdir. Görürsünüz bu barduru. 1 metr rahat var. Buradan hasar örülüb bağlanacaq. Şu, gəl bura. 3 sot yarımda. Bu ərazidə də nəmişlik deyilən bir şey qəti ola bilməz. Yəni, qardaşımız sizə bir daha variant çıxardır. Ay ürəyi istəyən bir variant. Dəyərli izləyicilər, qapını bağla zəhmət olmasa. Gördüyünüz kimi bax, bu yer ev üçün cam balkondur, ayaqaltı istipoldur və gözünüzlə nə görürsünüzsə hər biri qalır. Hal-hazırda bir nəfər bu evi kreditlə alıb, onda ehtiyacı olduğu üçün o da satır ki, çıxsın. Kim alsa Allah xeyrin versin. Alan adamın bir-ikinə əşyası var. Yəni, qalan nə əşya görəcək, hər şey evin içində qalmaq şəkildə. Bağına bir dənə buradan çək, qardaşım. Bağın bir dənə çək buradan. Yəni, ürəyimi istəyən bir şeydə dəyərli izləyəcəm. Gəl içəri, zəhmət olsa. Qalbdan, bax, dəyərli izləyəcəm. Bu evimizin koridorudur. Bütün kommunallar mövcuddur. Qaz, su, işıq, mərkəzi kanalizasiya sistemi. Ev, Wi-Fi, telefon, hər şeydə. Yəni, burada sual vermədən filan şey var, hər şey var. Olmayan şey yoxdur. Maşallah, bax, dəyərli izləyəcəm. Super. Bax, idealni bir dənə mətbəxi var. İdealni. Təkrar deyim yenə bütün əşyası qalacaq. Bilirsiniz də dahi. Bax, burada sanitar qovşağı addeldir. Zəhmət olmasa. Gördüyümüz kimi dəyərli izləyicilər. Buradan da keçirik. Bax, evimizin qonaq otağıdır. Görürsünüz. Bu proyekt, yəni, köhnə adamlar bilir də, yəni bu köhnə proyektdir, amma qəşəng super proyektdir. Bax, dəyərli izləyicilər, bura evimizin qonaq otağıdır. Gəl, bura zəhmət olmasın. Bura da evimizin bir dənə otağıdır, dəyərli izləyicilər. Gördüyünüz kimi geniş bir dənə qəşəng spalni yataq otağıdır. Dəyərli izləyicilər, bax, bir dənə bu evdə bir bu pərdə gedəcək, bax, bu şkaf gedəcək, bir də bu gedəcək. Burada da deyəsən bir dənə xalça var, səhv eləmirəmsə. Yəni, çox güclü bir şey deyil də burada. Bir dənə də deyəsən bu xalça gedir. Ümumilikdə hər şey qalır. Bu variant əldən qaçmaz, dəyərli izləyəcək. 3 sot yarımda televizorda qalır. Çıxarış, fərdi yaşayış, hər şey öz qaydasında. 35 min ver, ayda 1000 manat. Özdə daxili kreditdə, bank nazarından deyil. Fikri ciddi, real alıcıların zəngin gözləyir. Salam aleykum.